أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين ثم الصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيب إله العالمين سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد بن عبد الله صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك. عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Her şeyden evvel Allah'a sonsuz hamd ve şükürler olsun ki növbəti İmam Hüseyin Aleyhisselamın məclislərin bizə nəsib elədi. Allah bizi İmam Hüseynin məclislərindən, məhəbbətindən, ziyarətindən və şəfaatindən ayrı salmasın inşallah. 1428-ci Hicri qəməri ili Məhərrəm ayının 1-i tamam olur və bugün artıq Məhərrəm ayının 1-idir. İkisi axşamıdır əzizlərim. Gündən birinci gündür bugün. Və mən eşidirəm oradan-buradan ki, ehsanlar barədə və sair barədə. Ona görə əzizlərim, heç bir şey dəyişilməyib. Bütün nə varsa bizim adətimiz, ənənəmiz hamısı öz yerindədir. Məhərrəmin oradgahda ayın 20-sinə düşür də bu illəri. 20-sindən başlayaraq yenə də o məhəllə ehsanları da yerindədir. Başqa məsələlər də hamısı nəyimiz vardırsa yerindədir. Heç bir problem də yoxdur, şükürlər olsun Allaha. Bəziləri bilmirəm, bu çox istəməkdəndir, belə danışırlar, yoxsa gözləyirlər nəsə olsun. Amma şükürlər olsun Allaha, problemimiz yoxdur, məclislərimiz yerindədir. Allah bunları bizə çox görməsin inşallah. Allah sizdən razı olsun inşallah. Mən hər il Məhərrəm başlayanda birinci gündə sizə 10 gecəlik proqramı deyirəm ki, nə barədə söhbət olacaq. Niyə görə məqsədim də budur ki, agah olasınız. Yəni, hər hansı bir məsələyə başlayanda, hətta elm də belədir. Hər hansı bir elmə başlayanda alimlər arasında məşhurdur ki, o elmin predmetin qabaqcadan deyərlər. Deyərlər ki, bu elmin mövzusu, predmeti budur. Yəni, məsələn, fizika öyrənəndə deyərlər ki, bu təbiət elmləri barəsində bir elmdir, bizə təbiət elmlərini öyrədir. Artıq onu öyrənən agah olsun, bəsirətlə olsun, ayıq olsun, sayıq olsun, bilsin ki, söhbət nədən gedəcək. Ona görə mən hər məclis başlayanda birinci gecədə çalışaram ki, 10 gecənin mövzusu, predmeti nə olacaqsa onu qabaqcadan sizə deyim. Və artıq bu uzun illərdir, müxtəlif mövzularda söhbət açmışıq. Bu il inşallah Allahın izni ilə qalan gecələri, bu gecədən başqa, sabahdan başlayaraq qalan gecələri Aşura gecəsinə qədər Qur'anda bir ayə, Səbə surəsi 46-cı ayədən söhbət açacaq. Və özünüz də şahid olacaqsınız ki, bu ayə, bu Qur'an ayəsi o qədər bəlağətli, fəsahətli, o qədər dolğun və zəngindir ki, mənalarla İnşallah ki, bütün bu gecələri həmən ayədən bəhs edəcək. Amma bu gecə, birinci gün, mən istədim ki, bizim təqribən hamımızın ya əzbər bildiyi, ya da ki, eşitdiyi Füzuli babamızın Həqiqət-i Suada əsərindən Məhərrəm barəsində, İmam Hüseyin məclisləri barəsində bir beytinin şərhi ilə başlayaq. Bugün ona həsr eləyək. Və niyə görə bunu da seçmişəm, məqsədimi də deyəcəm sizə. O məşhur beyti budur. İndi bu beytə başlamazdan əvvəl onu deyim ki, Füzuli babamız, Məhəmməd Füzuli
Hadiqətü Suada adında bir əsər yazıb, tərcüməsi xoşbəxtlərin bağı deməkdir. Kərbəlanı Füzuli babamız xoşbəxtlərin bağı adlandırır. Və onun təqribən axır hissəsində bir neçə beytdən ibarət gözəl bir yazısı var. Onun bir beytin, daha obri beytləri çox çəkər. Buyurur ki, Mah-ı Məhərrəm oldu, məsərrət haramdır. Matəm bu ayda şəriətə bir ehtiramdır. Təcdid-i matəm-i şühəda nəfsiz deyil. Qəflət səray dəhridə tənbih-i amdır. Qovğay Kərbəla xəbərin səhl sanma kim, nəqs-i vəfay dəhrə dəlil-ü tamamdır. Hər dürrü əşq kim, saçılır zikri al ilə, səyyarə-i sipehri ülüv-i məqamdır. Hər məddi ah kim çəkilir, əhl-i beyt üçün, miftah-ı bab-ı rövzə-i darüssalamdır. Şad olmasın bu vaqiədən şad olan könül, birdən məlal-i qüssədən azad olan könül. Füzuli babamızın düzdür, Azərbaycan dilində yazıb, amma uzun illər keçdikcə, zaman keçdikcə hər hansı bir ictimai məsələ təqəddüm və inkişafa məruz qaldığı kimi dillər də dəyişikliyə və inkişafa məruz qalır. Ona görə bəzi sözlər ola bilsin ki, bu məqtədə, bu beytdə aydın olmasın. Ona görə bir xülasə mənasını deyim, sonra məqsədim var. Füzuli babamızın bir kəlməsində xüsusi dayanacam. Mah-ı Məhərrəm oldu, məsərrət haramdır. O böyük dahi şairimiz, ustad buyurur ki, Məhərrəm ayı ki daxil oldu, məsərrət. Məsərrət yəni sevinc, məsərrət yəni fərəhlənmək, məsərrət yəni şadyanalıq eləmək. Buyurur ki, elə ki Mah-ı Məhərrəm oldu, məsərrət, sevinmək, fərəhlənmək haramdır. Matəm bu ayda matəm saxlamaq şəriətə bir ehtiramdır. Hər kəs bu ayda matəm saxlasa şəriətə ehtiram eləyir. Peyğəmbər salavatullah aleyh və alihə ehtiram eləyir. Allaha ehtiram eləyir. Təcdid-i matəm-i şühəda nəfsiz deyil. Hər il şəhidlərin matəmin yenidən təkrar eləmək faydasız deyil, nəfsiz deyil, mənfəətsiz deyil. Bunun faydası var. Heç kəs deməsin ki, ilbəil bunu niyə təkrarlayırsınız? Nədir bunun faydası? Qəflət səray dəhridə tənbih-i amdır. Bu, qəflət içində olan vəfasız dünyada ən böyük ümumi oyanışdır. Şəhidlərə matəm tutmaq, matəmin təzələmək, ilbəil qeyd eləmək, bu dəhirdə, bu dünyada qəflət içində olan insanlar üçün oyanışdır, ayılmaqdır, oyanmaqdır qəflətdən. Qovğay Kərbəla xəbərin səhl sanma kim, sən o Kərbəla vaqiəsin, Kərbəla hadisəsin, asan sanma, asan güman eləmə, yüngül baxma ona. Nəqs-i vəfai dəhrə dəlil-ü tamdır. Həmən o Kərbəla hadisəsi o qədər böyük xəbərdir ki, bu dünyanın vəfasız olmasına, dünyanın müvəqqəti olmasına ən böyük tam dəlil elə Kərbəla hadisəsidir. Hər dürrü əşq kim saçılır zikri al ilə, Əhl-i Beytün zikrində hər göz damcısı ki, göz yaşı ki axıdılır, amma burada babamız bir belə sözdən möcüzə yaradıb. Göz yaşın dürrə bənzədib, göz yaşın mirvariyə bənzədib, mərcana bənzədib, dürrə bənzədib, lələ bənzədib və özdə demir axıdılır, deyir saçılır. Göz yaşı işıq saçır, nur saçır. Amma biz görmürük axı. Bəli, bir gün olacaq, yerin və göylərin pərdəsi götürüləndə onda görəcək ki, göz yaşının xeyri nəymiş? İmam Hüseyin əleyhissalama tökülən göz yaşının xeyri nəymiş? Bu babamızın bir sözünə şahid bir dənə sizə mübarək hədis oxuyayım inşallah bu barədə.
İmam Rıza aleyhissalam buyurdu ki, "Men tezakkere musabena ve beka lima irtekebe minna kana ma'na fi derecetina yevmel kıyameh." İmam Rıza aleyhissalam buyurdu ki, herkes bizim müsibətimizi zikr eləsə, müsibətimizi desə, yada salsa və ağlasa və bizim başımıza gələnləri yad eləsə, qiyamət günü bizlə eyni dərəcədə olacaq. İndi bax gələn öz məqamını bilginən, əzizim, gör sənin məqamın nədir? Bura gəlmisən İmam Hüseyin əleyhissalamın, Məhəmməd və Ali Məhəmmədin başına gələn müsibətləri zikr eləməyə. Məqamın nədir? Hansı məqamdır? İmam Rıza dedi, qiyamət günü bizlə bir dərəcədə olacaq. Bizlə bir dərəcədə. Həyifdir insan bu məqamı əldən verə. Həyifdir insan bu məqamı sonra elədiyi günahla, sonra elədiyi, ona görə qoruyub saxlamaq lazımdır, əzizlərim. Elə birinci mənim özümə aiddir, sonra hamımıza aiddir. İmam Rıza aleyhissalam bu sonra buyurdu, "Və mən zəkkərə bi musabina fəbəka və əbka ləm təbki eynuhu yevmə təbkil uyun." İmam Rıza aleyhissalam buyurdu ki, hər kəs bizim müsibətimizi yada salıb ağlasa və ağlatsa, gözlər ağlayan gün onun gözü ağlamaz. İlahi qiyamət günü bizim gözümüzü ağlatma ginən. Ona işarə eləyir. Buyurur, hər dürri əşqi kim, hər göz yaşı ki bir dürdür, bir ləl-i cəvahirdir, saçılır zikri al ilə, Əhl-i Beytün zikrində yada salmada ki tökülür, səyyare-i sipehli ölüv-i məqamdır. O səmanın çox uca məqamlı bir ulduzuna bənzədir o göz yaşın. Hər məddi ah kim çəkilir Əhl-i Beyt üçün, hər kəs ki Əhl-i Beyt müsibətində bir dərindən ah çəkir, miftah-ı bab-ı Rovza-i Darüssalamdır. O cənnətin qapısının açarıdır, cənnət bağının açarıdır sənin İmam Hüseyin müsibətində çəkdiyin ah, çəkdiyin nalə. Bunları deyəndən sonra deyir ki, şad olmasın bu vaqiədən şad olan könül. Hər kəs İmam Hüseynin müsibətinə o zamanda ya bu zamanda şad olubsa, Füzuli babamız deyir, şad olmasın. Allah heç onu sevindirməsin. Şad olmasın bu vaqiədən şad olan könül, birdən məlal-i qüssədən azad olan könül. Necə ola bilər ki, sən İmam Hüseynin qəmindən, kədərindən sən azad olasan? Bu qəm və kədər Həzrəti Resulullahın sözünə işarədir bu. İnnə li qatlil Hüseyin hərarətən fi qulubil müminin lən təbrudə əbəda. İmam Hüseynin şəhidliyi, şəhadəti iman gətirənlərin qəlbinə elə bir hərarət qoyub ki, o qiyamətə qədər əbədi olaraq sönməyəcək o hərarət. Heç vaxtı sönməyəcək o hərarət. Mən niyə görə birinci gecədə bu il bunu seçdim? Nə üçün? Məqsədim nədir? Bir neçə məqsədim var, bir məqsədim yoxdur. Birinci məqsədim odur ki, hamımız bilək və bilənlər təkrar bilsin və bilməyənlər də bilsin ki, Azərbaycanın ən dahi, vətənimizin ən böyük ustad klassiki, onun inancı nədir? Onun əqidəsi nədir? Füzuli babamızın əqidə və inancının nə olması bizim xalqımız, millətimiz, cavanlarımız üçün önəmli olmalıdır. Meyar olmalıdır, ölçü olmalıdır. Bu birinci məqsədim. İkinci məqsədim odur ki, soyumuzu bilək, kökümüzü bilək, irsimizi bilək. Azərbaycan cavanı bilsin ki, bizim soyumuz kimdir, kökümüz kimdir, irsimiz kimdir, əqidəmiz nədir, inancımız nədir? Bunu bilsin. O ustadımızın məşhur sözü kimi, deyir, çox asandır atanın, babanın, əcdadın malına varislik eləmək. Çox asandır. Ata ölər, evi qalar oğula. Bu hünər deyir ki, bu varislik. Miras onsuz da elə övlada qalar da, başqa kimə qalacaq? Ata ölər, maşın qalar oğula. Bu adidir bu. Bu hünər deyir. Hünər odur ki, oğul ata babasının, əcdadının əqidəsinə varis olsun. İnancına varis olsun. O hünərdir. O cəsarətdir. O gözəllikdir. O mərdanəlikdir. O kişilikdir. O mürüvvətdir ki, biz fəxr edirik ki, Füzuli babamızın bu inancına sahib çıxmışıq, varis çıxmışıq. Üçüncüsü, əzizlərim, məqsədim budur ki, çoxları gəzir bugün Azərbaycanda ənənəvi inancımız nədir bizim?
Və qondarma inanclar hansı inancdır? Qondarma yəni sonradan gələnlər. Amma ənənəvi yəni daim olanlar. Yeri gəlmişkən deyim sizə, bizdə ki o ənənə sözü var, ərəb sözüdür. Ən yəni ondan nəql eləyirsən. Ənənə qəşəngdir. Ənənə yəni ondan. Deməli, ənənəmiz yəni əcdadlarımızdan gələn bizə çatan, nəsil bə nəsil bizə çatan, yaddaş və yaddaş bizə ötürülən, ona deyirlər ənənə. O ki axtarır Azərbaycanın ənənəvi inancın, mən bilirəm, bu sözün bilirəm kimlərə aiddir. Onlar ki axtarışdadır, ənənəvi inancın axtarışındadılar, gəlsinlər Həqiqətü Suadə oxusunlar, Məhəmməd Füzulini oxusunlar, onda biləcəklər ki bizim ənənəvi əqidəmiz hansıdır, bizim əsl kökümüz, soyumuz hansıdır. Və sonunda da məqsədim odur ki, burada bir Məhəmməd Füzulinin, o böyük ustadın çox qorxulu, təhlükəli və həm də gözəl, eyni zamanda gözəl bir kəlamı var. Onun üstündə xüsusi dayanmaq istəyirəm ki, Mah-i Məhərrəm oldu, məsərrət haramdır. Mənasını bildik. Məhərrəm ayı oldu, sevinmək, fərəhlənmək, əylənmək, şadlanmaq haramdır. Amma bu haram hansı haramdır? Lüğəti haramdır, lüğəti mənada haramdır, yoxsa şəriət mənasında haram? İndi siz mənə deyə bilərsiniz ki, bu fərq eləyir. Bəli, fərq eləyir. Lüğəti mənada haram, yəni yasaq, yəni qadağan. Bu lüğəti mənada. Amma şəriət mənada haram başqadır. Təkcə qadağan deməkdir. Təkcə yasaq deməkdir. Şəriət mənasında haramın mənası budur ki, Allah tərəfindən Peyğəmbər salavatullah aleyh və alihin şəriəti ilə bizə gəlib çatan, qadağa olunan əməllərdir ki, əgər tövbə olunmasa, tərk olunmasa, qiyamətdə onun üçün cəza var, iqab var. Ona deyərlər haram. Haram hər qadağıya deyilmir, lüğətdə olan qadağıya. Çünki bəzi qadağalar var ki, ola bilər üçün qiyamətdə. Burada qadağan da olmaz. Amma axirətdə üçün cəzası yoxdur. Amma o ki, şəriətdə haramdır, mənası budur, yadınızda qalsın. Şəriətdə haramın mənası budur ki, Allah tərəfindən bu, ona görə haramın gərək dəlili möhkəm ola. Haramı gərək dəlili möhkəm ispat eləyəsən. Ona görə siz fikir versiniz bizim şəriət kitablarına. Bəzi məsələlər vardır ki, orada alimlər deyirlər ki, soruşursan, bu olar yoxsa yox, deyir, ehtiyata görə haramdır, ehtiyat vacibə görə haram. Nə deməkdir ehtiyat vacibə görə haram? Həyifdir, məsələn, bir ömür yaşayasan, 30 il, 40 il, 50 il ibadət eləyəsən və bilməyəsən bu şəriətin ən belə primitiv terminlərindən xəbərin olmayan. Ona görə İmam Hüseynin məclislərinin bir bərəkəti də budur. Bizə din öyrədir, bizə şəriət öyrədir, bizə halal öyrədir, bizə haram öyrədir, bizə dostluq öyrədir, bizə sədaqət öyrədir, bizə vəfa öyrədir. Bu məclislərin bir bərəkəti də budur. Ehtiyat vacib, haram o vaxtı alimdir ki, harama tam dəlili yoxdur. O ki, tam dəlili yoxdur, eləyə bilmir fətva versin. Çünki fətvanın məsuliyyəti var. Nəyə əsasən fətva verirsən? O səthi bilənlərdir. Məsələn, görərsən, durar fətva verər, bu vacib, bu haram, bu olar, bu olmaz, bu caiz, bu qeyri-caiz. Amma alimlər bu məsələdə çox həssasdırlar. Niyə? Çünki bilirlər məsuliyyətin. Bilirlər Həzrəti Əli əleyhissalamın oğlu İmam Həsən əleyhissalama, hələ söhbət iki məsumdan gedir. Həzrəti Əli əleyhissalamın oğlu İmam Həsənə vəsiyyətində var ki, ya bu ney, ey mənim balam, fətva verməkdən qaç, şir və pələkdən qaçan kimi. Nə qədər məsuliyyətlidir ki bu məsələ, İmam Əli əleyhissalam belə bir tövsiyə eləyir. Fətva məsələsi ağırdır. Xüsusilə də o ki, haramdır. O məsələ gərək möhkəm dəlili ola. Və burada məlumdur ki, bu şəriət mənasında işlədir. Niyə? Çünki ikinci misrasında matəm bu ayda şəriətə bir ehtiramdır. Bilirsən ki, söhbət şəriətdən gedir. Bu bir. İkincisi də Məhəmməd Füzuli babamız bilir elə haram şəri nə deməkdir, lüğəvi nə deməkdir. Ona görə heç vaxtı bunu işlətməz lüğəti mənasında ki, insanların zehni qarışmasın. Var əlində dəlili, möhkəm dəlili. O möhkəm dəlili istəyirəm bu günləri istədiyim. Ki, məsərrət, əyləncə, şadyanaqlıq, sevinmək
niyə görə İmam Hüseynin matəmin günlərində haramdır? Nə üçün haramdır? Niyə haramdır? Buna dəlilimiz var, yoxsa yox? Baxın əzizlərim, bizim bütün alimlərin, İslam alimlərinin belə bir adəti var. Hər hansı bir məsələ, hər hansı bir sual onlara veriləndə, onlar ilk müraciət eləyərlər Qur'an-ı Kərimə. Çünki Qur'an birinci mərcəmizdir, birinci məbnəmizdir, birinci məstərimizdir. Birinci istinad olunan nöqtə Qur'an-ı Kərimdir. Qur'an-ı Kərimə müraciət eləyərlər. Əgər aşkar dəlil tapmasalar, dönərlər Peyğəmbər və Ali Peyğəmbərin kəlamlarına. Birinci, amma bütün müsəlmanlarda istinad Qur'an-ı Kərimdir. Ona görə biz də baxay Qur'an-ı Kərimə görə, Qur'an-ı Kərimdə bu barədə bizim ayələrimiz var və yaxud ayələrdən istifadə eləyə bilərik, yoxsa yox. Mən sizə bu günləri 3 məzmunda ayələr oxuyacağım. Onlardan biri Həcc surəsinin 32-ci ayəsindədir. Allah Teala buyurur ki, "Zalika və men yu'azzim şa'airallah fe innaha min taqval qulub." Allah buyurur ki, hər kəs Allah şəairlərinə, şəair şeir deyir ha. Düzdür, eyni kökdəndir, amma şəair şeir deyir. Hər kəs Allah şəairinə təzim eləsə, ehtiram eləsə, o ürəklərin təqvasındandır. O qəlblərin təqvasındandır. Allah şəairi nə deməkdir? Şəirə, şair cəmdir. Şəirə sözü əlamətdir. Amma hər əlamət yox. Sənə Allah şəairi deyilirsə, deməli sənə Allahı hiss elətdirir. Allahı sənin yadıva salır. Məsələn, Allah Qur'an-ı Kərimdə deyir ki, Səfa ilə Mərvə, həcdə olanlar bilirlər. Səfa ilə Mərvə dağdır. Səfa ilə Mərvə, Allah Qur'anda deyir, min şəairillah. Onlar Allah şəairlərindəndirlər. Demir, elə ancaq bunlar da Allah şəairi, yox. Allah şəairi çoxdur, Səfa və Mərvə də onlardandır. İki dağ necə olur? Allah şəairi olur. Necə bizə Allahı hiss elətdirir? Necə bizə Allahı yadımıza salır? Allahı xatırladır? Necə? Nə cür? Bu dağdır da baxıram. Bu dağ mənə Allahı necə xatırlada bilər? Hə, məsələ dağdan getmir. O iki dağın arasında baş vermiş tarixi hadisədən baş verir. Tarixi hadisədən söhbət gedir. Ki, həmən o iki dağ idi ki, Səfa ilə Mərvə, Hacər nənəmiz oğlu İsmail əleyhissalamdan ötürü, onun susuzluğundan ötürü bu iki dağın arasında səy edirdi. Yəni qaçırdı, yəni yürüş edirdi, su axtarırdı balasına. Biri deyər ki, yaxşı, burada nə Allah xatırlamaq var? Bəli, burada bir Allah vəlisinin, bir ilahi hüccətin xilasından söhbət gedir, nicatından söhbət gedir. Burada təkcə İsmailin ana övlad məsələsi deyil. Bir ilahi, vəliyullahın, Allah dostunun, Allah hüccətinin xilasından söhbət gedir, nicatından söhbət gedir. Allah vəlisindən ötürü, Allah vəlisinin xilasından ötürü, nicatından ötürü göstərilən səy Allah şəairidir. İndi san verirəm Allaha. İmam Hüseyin əleyhissalamın susuzluğu üçün, təşnəliyi üçün səy bəs hansı qiymətdə, hansı dəyərdə Allah şəairidir. Özün ölçkilə, özün müqayisə elə. Özün bunu daha, özün qərara gəl yenə. Şəksiz və şübhəsiz İmam Hüseyin əleyhissalam və onun adına qurulan hər hansı bir məsələ Allah şəairidir ki, Allah Quranda buyurur ki, onlara da təzim eləmək, ehtiram eləmək qəlblərin, ürəklərin təqvasındandır. Ancaq bu ayədə eləyə bilmərik, əksin isbat eləyək. Yəni, tərk eləmək haram. Niyə? Çünki qəlblərin təqvasındandır, dəlalət eləyir ki, müstəhəb əməldir. Dəlalət eləyir, çox gözəl əməldir. Dəlalət eləyir ki, Allah istəyən əməldir. Dəlalət eləyir, Qur'an buyuran əməldir. Bəli. Amma bundan istifadə eləyib deyə bilmərik ki, əksi haramdır.
Ona görə mən ikinci ayəni deyirəm sizə. İkinci ayə Şura surəsi 23-cü ayədə məşhur. Qul la əsəlukum aleyhi əcran illəl məvəddətə fil qurba. De ya Rasulallah, mənim peyğəmbərlik zəhmətimin müqabili əhl-i beytimin sevgisidir, məvəddətidir, məhəbbətidir. İndi məhəbbətlə məvəddədə nədir fərq deyəcəm sizə. Qoy əvvəl ayənin mənası tam bizə aydın olsun inşallah. Məvəddə ilə məhəbbətin fərqi nədir deyəcəm. De ya Rasulallah, la əsəlukum aleyhi əcra. Mən bu işimdən ötürü, hansı iş? Peyğəmbərlik işi, dəvət işi, təbliğ işi. O ki bizi yox, bütün bəşəriyyəti nadanlıq çirkabından işıqlığa çıxartdı. Cahiliyyət çirkabından nura çıxartdı bizi Peyğəmbər salavatullah aleyhi və aleyh. Ona görə təkcə müsəlmanlar yox, bütün bəşəriyyət Peyğəmbər salavatullah aleyhi və aleyhə borcludur. Böyük qərb alimləri bunu yazıblar. Böyük qərb alimləri bunu öz kitablarında yazıblar, amma mən bilirsiniz də adətim çox deyir. O qərb alimlərindən stat gətirim. Demirəm xoşum gəlmir, yox, yaxşı bir şeydir, amma adətim o deyir. Çünki çalışaram ki, onsuz da ömür qısadır, bu qısa ömürdə Qur'ana həsr eləyək. Bu qısa ömrümüzü Məhəmməd və Ali Məhəmmədə həsr eləyək. Allah kəlamını öyrənək, Peyğəmbər və Ali Peyğəmbərin kəlamlarını öyrənək. Ona görə o cür məsələlərə çox rəğbətim yoxdur. Amma başqaları kimi mən də oxuyuram, görürəm. Böyük alimlər, Gustav Le Bon kimi, nə bilim, digərləri kimi, onlar öz kitablarında yazıblar ki, hələ bu günləri Avropa mədəniyyəti öz mədəniyyətində İslama borcudur. İslama borcudur, yəni kimə? Mənə borcudur. Yox, İslama borcudursa Məhəmməd ibn Abdullah sallallahu aleyhi və aleyhi və səlləmə borcudur. Özdə bunun üçün çox belə uzun-uzadı düşünməyə, müzakirəyə də səbəb yoxdur ya. Ehtiyac yoxdur. Elə Peyğəmbər salavatullahdan qabaq dünya mədəniyyətlərin oxusuz, o barədə oxusuz, görərsiniz ki, vəziyyət nə yerdədir. İnsanlarla davranış necədir, qadınlarla davranış necədir? Sadəcə bizim dilimizi qısa nə eləyib, əzizlərim? Bizim dilimizi qısa eləyən odur ki, 1400 ildir Peyğəmbər salavatullah aleyh və aleyh Allahın əmri ilə bu gözəlliyi, İslam adında gözəlliyi bizə çatdırıb, amma biz əməldə ilə çox da qabağa gedə bilməmişik. Odur dilimizi qısa eləyən. Ona görə bu barədə çox danışa bilmirik. Danışan deyirik, təmizlik bizdən İslamdan başlayıb, o bizim küçələrimizin çirkliyini göstərir bizə, deyir bu dayı. Nə olsun nəzəriyyən gözəldir. Amma insanların gördüyü əməldir, insanların gördüyü praktikadır. İnsanların, nə olsun mən deyim ki, Peyğəmbərin buyurub ki, utlubul ilmə minəl məhdi iləl-ləhd. Beşikdən qəbrədəki elm öyrən. O mənim qoyur qabağıma deyir ki, bax günən görsən, nə qədər müsəlmanın ali təhsilə, intellektual səviyyə malikdir. Qoyur mənim qabağıma, olur dil qısa. Amma yenə deyirəm, biz əgər Peyğəmbər salavatullah aleyh və alihin buyurduqlarına əməl eləsəydi, onunla yaşasaqdı, indi bütün dünya həqiqətən əməldə də bunu görərdi. Boş kitablarda qalmazdı. İstər yenə deyirəm, bu ailə münasibətlərində olsun, istər qadına olan münasibətdə olsun, istər uşağı olan münasibətdə olsun, istər bütün məsələlərdə olsun. Amma ona görə Peyğəmbər salavatullah aleyh və aleyhin bu sözü burada da yada düşür. Hansı sözü? Buyurdu ki, Əl-İslamı bədəə qəribə və səyəudu qəribə. Dedi, İslam qərib başladı və qərib də qaydacaq. İslam qərib başladı nə deməkdir? Əlbəttə İslam qərib başladı. Çünki bütpərəstlərin içində İslam nuri zahir oldu. Əlbəttə o qərib olacaq. Hər tərəf cahiliyyət, bütpərəstlik, onların arasında, müşriklərin arasında Peyğəmbər salavatullah aleyh və aleyh din gətirib Allahdan, İslam dini. Əlbəttə qərib başlayacaq. Bu təəccüblüdür. Təəccüblü ikinci hissəsidir. Qərib qaydacaq. Qərib qaydacaq. Niyə qərib qayıtmalıdır İslam? İlbə-il keçə-keçə, günbə-gün keçə-keçə, əsrlər ötdükcə, niyə təzədən İmam Zaman, əlbəttə bu İmam Zaman ağanın zuhuruna işarədir ki, İslam qərib qaydacaq.
Niyə onda qərib qayıtmalıdır ki? Niyə bizə qərib olmalıdır ki 1000 illərdən sonra? Nə üçün qərib olmalıdır? Deməli, adın saxlamışıq, özündən uzaqlaşmış. Mən demirəm, bu hamıya aid deyil ki. Amma təəssüflər olsun ki, bu günləri biz yaşayırıq, bunu görürük biz. Siz də görürsünüz. Hamımız görürük bunu. Allah Quranda buyurur ki, ya Resulallah, sən ki bu əziyyət çəkdin, zəhmət çəkdin, bəşəriyyətə insanlıq dərsi verdin, İslam öyrətdin, onun əcri var. Nədir əcri? Nə ilə ödəyə bilərlər insanlar bunu? Məvaddətə fil qurba. Yalnız və yalnız bunun əcri mənim əhl-i beytimə məvəddətdir. İndi deyirəm sizə, məvəddə ilə məhəbbətin fərqi nədir? Quranda hər ikisi işlənib. Məhəbbət sözü də işlənib, məvəddət sözü də işlənib. Çox vaxt elə biz Azərbaycan dilində bu sözlərin qarşılığını tapa bilmirik deyə hər ikisini elə sevgi və məhəbbət kimi tərcümə edirik. Amma aralarında çox incə bir fərq var. Məhəbbət insanın qəlbinin, ürəyinin meylidir. Ona məhəbbət deyirlər. Ola bilər aşkarlayayım, ola bilər heç aşkarlamayayım. Qalsın elə ürəyimdə. Bu məhəbbətdir. Yəni, məhəbbət qəlbə bağlı olan məsələdir. Amma məvəddət isə həmən qəlbdə olan məhəbbəti aşkar eləməkdir. İzhar eləməkdir. Göstərməkdir onu, nümayiş elətdirməkdir. Ona məvəddət deyirlər. Gör Quran nə qədər dəqiqdir. Gör Allah kəlamı nə qədər dəqiqdir. Əgər Allah desəydi ki, ya Resulallah, sən denən insanlara mənim zəhmətimin müqabilində əcrim, əhl-i beytimə məhəbbətdir, hamı deyir, dedi, ürəyimdə saxlayıram da, var da məhəbbətin Peyğəmbərin əhl-i beytinə. Amma Allah demədi, məhəbbət istəyirəm sizdən. Dedi, məvəddət istəyirəm. Yəni, o ürəyinizdə olan məhəbbəti izhar eləməlisən, aşkar eləməlisən, göstərməlisən. İndi səni and verirəm Allaha. İmam Hüseynə olan məhəbbətimizi Peyğəmbərin əcri olaraq, zəhmətinin əcri olaraq, İmam Hüseyn əhl-i beytdəndir, yoxsa yox? Əhl-i beytdəndir. Məhəbbəti vacibdir, vacibdir. Və izhar eləməkdə Allah tapşırır bizə ki, aşkar eləyin. Məvəddət deyir. Məhəbbət deməyib. Yaxşı. İndi Peyğəmbər sallavatullahın o zəhmətinin əcri olaraq İmam Hüseynə məhəbbətimi mən necə zahir eləyim? Necə aşkar eləyim? İmam Hüseynin şəhid olan günündə bir nəfər sevinsə, şadyanalıq eləsə, əylənsə, o məhəbbətin zahiridir, yoxsa düşmənçiliyin zahiridir, hansı biridir? Bax, bunu deyir Füzuli babamıza, məsərrət haramdır. Ona görə haramdır ki, sən əgər bu günlərdə sevinç, şadyanaqlıq, əyləncə və sair təşkil eləyəndə məvəddətə xilaf olursan, bu əhl-i beytə məhəbbətin zahiridir, izharıdır, aşkar eləməkdir. Bu əksinə Yezidə olan məhəbbəti aşkar eləməkdir. Çünki bu günlərdə onlar sevinib, onlar şadyanaqlıq eləyib. Ziyarət-i Aşurada bir cümlə var. Ziyarət-i Aşura elə belə ziyarətnamə deyil. O məsumun dilindəndir, məsumun. Məsum imam, İmam Hüseyni o sözlərlə ziyarət eləyib. O adi sözlər deyil, adi insan, alim sözüdür, məsum sözüdür. Orada bir cümlə var, deyir, Hâzə yevmun fərihət bihi Alu Ziyad və Alu Mərvan. Bu həmən gündür ki, orada kimsə telefonda elə bil çəkir, telefonla çəkməyin. Bu həmən gündür ki, Mərvanın ailəsi və İbn Ziyadın ailəsi bu gündə sevindi. Və hâzə yevmun fərihət bihi Alu Ziyad və Alu Mərvan. Bu həmən gündür. Ona görə o böyük dahi şairimiz deyir ki, məsərrət haramdır. Bu boş şeirin qafiyəsinə görə demir bunu. O böyük ustadlar şeirin qafiyəsi düzəlsin deyə söz yazmayıblar onlar. Şura surəsi 23-cü ayənin ziddinədir məhərrəmdə məsərrət göstərmək, əyləncə göstərmək. 3-cü ayəndə deyim, 3-cü qəbil ayələrdə deyim sizə. 3-cü qəbil ayələr Allah Quran-ı Kərimdə məzlumiyyəti izhar eləməyi vacib eləyib. Vacib yox. Ərəbcə ona həs deyir, yəni təhrik eləyir bizi. Məsələn, Allah deyə bizə Quranda Qabilin Habili öldürməyini danışır. Nə üçün?
Ha? Nə üçün danışır? Bir nəfər dursun, müsəlman, desin ki, bu hadisədir, nə bilim, neçə min il və yaxud 10 min il və yaxud 100 min il bundan əvvəl olub gedib də, Quran onu bizə niyə deyir? Mən də hər gün Quran oxuyanda gərək onu oxuyum. Niyə? Allah bizə Habil adında bir məzlumun məzlumiyyətin izhar eləməyi, aşkar eləməyi, yada salmağı, xatırlamağı daima Quranda təkrarlayır. Təkcə bir dənə budur, bir dənə də nümunə deyim sizə. Quranda Buruc surəsində və səmai zatil buruc və yevmil məv'ud və şahidin və məşhud qutilə əshabul uxdud. Orada Allah əvvəl and içir. And olsun səmaya, bürcləri olan səmaya, and olsun vəd olunmuş günə, and olsun şahidə və şahid olunmuşa. Bunlarla işim yox, çünki bəhsimizdir. Gəlir deyir ki, qutilə əshabul uxdud. Ölüm olsun xəndək sahiblərinə. Gör, nə böyük ilahi bir əzabdır. Allah deyir ki, ölüm olsun xəndək sahiblərinə. Kimdir bu xəndək sahibləri? Bir tarixi hadisədir. Yəməndə baş verib. Yəməndə İsa aleyhissalamın ardıcılları var idi, Məsihilər var idi. O zaman da Yəməndə Yəhudilər yaşayırdı. Onlar bir dənə dərin xəndək qazdılar. İsa aleyhissalamın davamçıları, Məsihləri tökdülər, ora diri-diri yandırdılar. Allah bunu gətirib Quranda. Deyir, qutilə əshabul uxdud. Bu hadisə hasan baş verib? Onu da deyim sizə. Elə bu hadisənin qisas olaraq Həbəşistanın o vaxtki kralı Əbrəhəni Yəmənə göndərdi ki, get bunların qisasını Yəhudilərdən al. Əbrəhə Yəmənə gəldi, qisası aldı, Yəməni Həbəşistanın kralı Əbrəhiyə verdi. Yəmənin hökümdarı olandan sonra bura qədər işi yaxşı eləmişdi, qisas almışdı. Allah ona görə deyir, böyüklərimiz deyərdi də elə, deyərdi Allah aqibətimizi xeyr eləsin. Əbrəhə də əvvəli belə yaxşı başlamışdı. Qur'anın tərif elədiyi möminlərin qisasını almışdı. Amma elə ki, Yəmənin hökümdarı oldu, kifayətlənmədi. Dedi, gedəcəm, Kəbəni də dağıdacam. Deməli, bu hadisə nə vaxt olur? Madam ki, Əbrəhənin Məkkəyə hücumunda Peyğəmbər salavatla dünyaya gəlibsə, deməli, bu hadisə Peyğəmbərin dünyaya gəlişindən 1-2 il qabaq baş verib. 1-2 il qabaq baş verib. Gör, Allah necə deyir bunu? Deyir, qutilə əshabul uxdud. Ölüm olsun xəndək sahiblərinə. Nə inirdilər bunlar? İzhum aleyha qu'ud. Bunlar xəndəyin ətrafında oturub tamaşa edirdilər. Diri-diri insanları yandırırdılar, tamaşa edirdilər. İzhum aleyha qu'ud və hum ala ma yef'aluna bil mu'minina şuhud. Onlar mömin, Allah mömin adlandırdı onları, İsa aleyhissalamın davamçıları. Onlar bu möminlərin başına gətirdiyi, onlara verdiyi zülmə tamaşa edirdilər. Şahid olurdular, baxırdılar. Və ma nəqəmu minhum İlla ən yu'minu billahil əzizil hamid. Yalnız və yalnız onlardan intiqamı buna görə alırdılar ki, onlar izzət sahibi olan Allaha iman gətiriblər. Buna görə adamı cəzalandırırlar. Gör, Quran nə qədər şirin bizə lətafətlə, fəsahətlə, şirinliklə hadisələri çatdırır bizə. Heç insan da Allaha iman gətirdiyinə görə onu cəzalandırırlar. Allah Teala'nın başqa günahı yoxdur. Və ma nəqəmu minhum illa ən yu'minu billahil əzizil hamid. Yaxşı, bəhsimiz bu ayənin təfsiridir. Bəhsimiz bu hadisənin, bu məzlumiyyətin Qur'anın yaşatmasıdır. Niyə Qur'an yaşadır bu məzlumiyyəti? Deməli, əgər istər fərdi olaraq Habil kimi, istər cəmiyyət olaraq Yəməndəki hadisə kimi, o ki məzlumiyyətə düçar olublar, Allah onların yaşanmasını istəyir, təkrarlanmasını istəyir. Məyər bu bizə kifayət eləmir ki, İslam tarixində ən böyük faciə olan İmam Hüseyin əleyhissalamın məzlumiyyətin yaşatmağa kifayət eləmir. Deməli, bu məclisləri diri saxlamaq, Qur'an məntiqin diri saxlamaqdır. Qur'an məzlumiyyəti yaşatmağı bizə vacib elədiyi kimi, buyurduğu kimi, təkrarladığı kimi, bizə də vacibdir ki, İmam Hüseyin əleyhissalamın məclisin müsibətin yad eləyək, daimə təzə saxlayaq, daimə təzəliyək və Allah bu işdə bizim hamımızı,
həm hazır olanları, həm xidmət göstərənləri Allah həmişə müvəffəq eləsin inşallah. Birinci gecə bilirsiniz, bizim adətimiz xanım Fatimə-i Zəhra salamullah əleyhanın qapısına getməkdir. Biz həmişə, neçə illərdir artıq, birinci gecəni, Məhərrəmin birinci gecəsini həmişə xanım Fatimə-i Zəhraya həsr eləyərik. Dəfələrlə bu sözü demişəm. Ona görə yox ki, xanım Fatimə-i Zəhra Kərbəla şəhididir. Ona görə ki, xanım Fatimə-i Zəhra salamullah əleyha Kərbəla şəhidi, şəhidlər ağası İmam Hüseynin anasıdır. Onun tərbiyəçisidir. Onu böyüdəndir. Və ona görə xanım Fatimə-i Zəhra salamullah əleyhanı birinci gecəni ona həsr edirik ki, çünki xanım Fatimə-i Zəhra salamullah əleyhanın, indi alimlərimiz belə deyirlər ki, o cismi ilə Kərbəlada olmadı, amma ruhu ilə heç vaxt tərk eləmədi. Heç tərk eləyə də bilməz. Tərk eləyə də bilməz. İndi ümumiyyətlə ananın övladı olan məhəbbəti məlumdur. Bunu hamı bilir. Amma xanım Fatimə-i Zəhra kimi bir ananın İmam Hüseyin əleyhissalam kimi bir balaya məhəbbəti. O onu ruhən tərk eləməz ki. O məktəllərdə yazıblar, kitablarda. Deyir, xanım Səkinə Şamda əsir olanda yuxuda gördü, yatdı, yuxuda gördü nənəsi Fatiməni. Dedi, nənəcan, bilirsən bizim başımıza nə on gətirdilər? Başladı bir-bir saymağa. Dedi, nənəcan, Əli Əkbəri doğradılar, Əli Əskəri oxladılar. Əmim Əbəlfəz deyəndə xanım Fatimə dedi ki, Səkinə, yanan qəlbimi yandırma. Yanan qəlbimi yandırma. Sən elə bilirsən, orada yox ha. Mən yox idim orada, elə bilirsən. Çoxdur bu məktəllərdə, bunun nümunəsi çoxdur. Və yaxud Əli Əkbərin müsibətində danışmışam sizə. İmam Hüseyin axır nəfəsində gəldi, gördü ki, Əli Əkbər çox qəribə bir haldadır, can verən halda. Sağa baxır, təbəssüm eləyir, üzü gülür. Amma sola baxır, gözündən yaş axır. Dedi, oğul, sənin qəribə halda görürəm. Gah təbəssüm, gah ağlayırsan. Bu nə deməkdir? Dedi, sağa baxıram, ata. Görürəm, cəddim Rəsulullah əlində cənnət suyu ilə qalıb məni gözləyir. Ona gülürəm, təbəssüm edirəm. Amma sola baxanda görürəm, nənəm Zəhra əyləşib. Orada da var, nənəm Zəhra əyləşib. Oğul, o da sənin müsibətvə gəlib, deyir, yox, ata, o mənə baxmır. O sənə baxır. Sənin hər gözündən axan bu yaş damcıya deyir, məzlum oğlum var. Hər damlaya bunu deyir. Ona görə xanım Zəhra alimlər deyərlər ki, cismən Kərbəlada döyürdü, amma ruhən oradaydı, Kərbəladaydı. Amma mən bu günləri iki dənə xanım Zəhranın İmam Hüseyndən, İmam Hüseyin də xanım Zəhranın ayrılığından istəyirəm belə bir dənə bənzətməklə deyim, amma bundan qabaq bir dənə Peyğəmbərin hədisi var, buyurur ki, qiyamət günü qızım xanım Zəhra məhşərə gələndə çox izdihamla gələcək, çox möhtəşəm gələcək. Mələklərdən, hurilərdən ətrafında xədəmələrlə, xidmətçilərlə gələcək. Dərhal nida gələcək ki, Fatimə udxuli fil cənnə. Deyiləcək, Fatimə, cənnətə daxil ol. İstəyirsiniz bu işığı yandırın uşaqlar. Bu yuxarını bir dənə yandırın. Deyəcəklər ki, nida gələcək ki, Fatimə udxuli fil cənnə. Fatimə, cənnətə daxil ol. Bu möhtərəm, bu ehtiram, bu möhtəşəmliklə, deyir xanım Fatimə, amma bilsən nə deyəcək? Cənnətə daxil olmayacaq əvvəl. Deyəcək ki, oğlum Hüseyni mənə göstərin.
Deyəcəklər Fatimə unzuri iləl məhşər. O insanlar ki, məhşərə qiyamət günü toplanacaq. Xanım Fatimə bax ora. Xanım Fatimə baxanda görəcək oğlu Hüseyn məhşərdə başsız dayanıb. Sərxətən, hədisin ərəbcəsi belədir. Elə bir nalə çəkəcək xanım Fatimə-i Zəhra, mələklər ağlayacaq. Amma mən xanım Fatimə-i Zəhranın İmam Hüseynindən o ayrılmamağı var ya, hər məqamda. O bayaq danışdım, dedi qız nəvəsi Səkiniyə, dedi balası Səkiniyə. Dedi, yanan qəlbimi yandırma, elə bilirsən mən yox idim, mən hər məqamda vardım. O məqamlardan biri də Xulinin evindədir, Xulinin evi. Bilirsiniz, ona görə bu Şami Qəriban söhbətidir, amma xanım Zəhradır mənim məqsədim burada, ona görə danışıram sizə. Sonra xanımın öz müsibətinə də işarə eləyəcəm. Tarixlər yazır bunu. Deyir, Xuli qabaqcadan gəldi, çatdı, onun evi Kərbala ilə Küfənin arasındaydı. Küfədən bir fərsəx aralı, fərsəx yəni 5 kilometr, təqribən 5 kilometr yarım. Bir fərsəx o vaxt ona deyərdilər. Gəldi, çatdı evinə. Xanımı ki gördü, eşitmişsiniz, bunu çox eşitmişsiniz, ona görə vaxtı çox almıram. O təndirdən ki nur, səmaya nur qalxır, gəldi, gördü bu nur nədən qalxır, gördü bir kəsilmiş baş qoyulub təndirdə, külüstə. Xanım aldı qucağına onu. Dedi, səni an verirəm Peyğəmbərə, Məhəmməd Mustafaya, səni an verirəm Əliyül Murtazaya, səni an verirəm xanım Zəhraya. Sən kimsən? Deyir, fəsih dillə belə bir nida gəldi. Ənəl ətşan. Ənəl məzlum, ənəl qərib. Mən qəribəm, mən məzlumam, mən ətşanam. Bu dəhşətə o xanım dözə bilmədi. Uğmiyə əleyh, belədir, uğmiyyət əleyh. Ürəyi getdi. Uğmiyə əleyha. Ürəyi getdi, amma indi sonra özü nəql eləyir gördüklərin. Deyir, ürəyim gedəndə gördüm ki, 4 mücəllələ xanım, mücəllələ yəni möhtəşəm və möhtərəm, bilinir simalarından. Amma onların önündə bir xanım gəlir, başdan ayağa qara geyinir. Deyir, gəldim, xanım deyir, mənə çatan kimi dedi, ver mənə onu. Dedim, bunu necə verərəm? Axı, bu mənim əziz qonağımdır. Bunu elə eləyib Allah mənim evimə gətirib. Dedi, sən ver mənə onu. Mən onu qucağıma almağa səndən daha yaxınam, daha layiq. Soruşdum, xanım, bəs sən kimsən? Məndən daha layiqsən onu qucağıma almağa. Dedim, mən Fatimətü Zəhrayəm, onun anasıyam. İndi xanım gör nə deyir, bu necə, balası necə oxşayırdı. Dedi, İbniyəl Hüseyin, balam Hüseyin, öldürdülər səni. Su içməyivə mani oldular. Tanımadılar səni, sənin atan kimdir? Sənin anan kimdir? Tanımadılar səni. İndi İmam Hüseynlə Həzrəti Zəhranın da ayrılığı belə daxil. O günləri bir məclisdə idim, bir qardaşımız elə bir söz dedi, adamın ürəyi yandırdı. Dedi, Allah heç kəsə göstərməsin. Allah heç kəsə cavan ana ölümü göstərməsin. Allah dünyasını dəyişən analarımızın ruhunu şad eləsin. Hər kəsin də anası həyatdadır, Allah onlara uzun ömür versin. Dedi, yenə deyirəm, Allah göstərməsin, dilim də gəlmir. Amma indi görmüşük də, birdən bir ana dünyasını dəyişəndə, evdə balaca uşaq olanda,
birinci iş o uşaqları evdən uzaqlaşdırmaq olur. Tez deyirlər ki, ən azı qonşuya apar. O görməsin, o bilməsin. İndi Ümmü Gülsümün 3 yaşı var. Zeynəbin 5 yaşı var. Hüseynin 6 yaşı var. Həsənin 7 yaşı. Amma bu balalar isə nəinki evdən uzaqlaşmaq. Bu balalar özləri su daşıdılar, anasına qusul verir. Bunlar özləri su daşıdı. İmam Hüseyin əleyhissalam kəfənə tutdu xanım Zəhranı. Çağırdı, balalarım, gəlin anavızla vida eləyin. İndi sizə bunu danışıram ha. Çox danışmışam bunu. Yenə danışıram. İnşallah ömür versə Allah yenə danışacağım. Çünki hamımıza vacibdir Peyğəmbər və ali Peyğəmbərin məzlumiyyətin yaymaq, danışmaq, demək, yaşatmaq. İmam Sadiq necə dedi? Dedi, ey Füzeyl, ətəclisun və tətəhəddəthun, oturursuz, danışırsuz. Dedi, bəli ağa, dedi, o danışmağı demirəm, o oturmağı demirəm. Oturursuz, bizim müsibətimiz, cəddimiz Hüseynin müsibətini danışırsuz. Əhl-i Beytin məzlumiyyətindən danışırsuz. Dedi ki, dedim ağa, bəli, otururuq, danışırıq. Gör İmam Sadiq nə dedi? Dedim, mən elə çox istəyirəm o məclisləri, elə çox istəyirəm o məclisləri ki, o məclisdə otursunlar, cəddim Hüseynindən danışsınlar. Nənəm Zəhranın müsibətini danışsınlar. Elə çox istəyirəm o məclisləri, İmam Sadiq dedi. Bu danışacağım hadisədə sonda belə yazır. Yazır ki, səmadan bir nida gəldi, ya Əli, balaları analarından ayır. Çünki bu səhnə səmada mələkləri ağladır. İndi gör nə ağır müsibətdir, onu danışıram sənə. Onu danışıram sənə. Kəfənə tutdu, Həzrət-i Zəhranı İmam, Həzrət Əli qoydu evin ortasına. Dedi, balalarım, gəlin indi anavızla vida eləyin. İmam Həsən, Həzrət-i Zeynəb, Ümmü Gülsüm, amma Həzrət Əli baxdı, gördü İmam Hüseyin gəlmir yaxına. Gəlmir yaxına. Özdə, həmd olsun Allaha, bunlar xırdalığına qədər yazılır. Məsələn, İmam Həsən gəldi, necə qucaqladı anası, Həzrət-i Zeynəb sinəsinin üstə yıxıldı, Ümmü Gülsüm necə gəldi, qucaqladı anasını, İmam Hüseyin amma ayaq tərəfdə qalmışdı. Yaxına gəlmirdi. Deyir, Həzrət Əli dedi ki, oğul Hüseyin, axı mən dedim, anavızla bu son vidadır, niyə gəlmirsən? Dedi, axı, anam heç vaxt mən belə qarşılamır. Mən həmişə elə bircə çağırardım, anacan deyərdim, ya ummah deyərdim. Anam əllərini açardı, deyərdi ki, can balam. Ona görə anam məni elə qarşılamalıdır. Kitablar yazır ki, bu yerdə kəfənin bəndi açıldı. Görmeyim səni bu halda, gitmə yaralı qaldan, qoyma sənin fəraqın, Zəhra məni qocaldan. Görmeyim səni bu halda, gitmə yaralı qaldan, qoyma sənin fəraqın, Zəhra məni qocaldan. Ağlayan başı qucaqladım, ağlayan başı qucaqladım, öz özümə hey
sızılladım. Baxdım sənə, baxdım mənə, sən ağladın, mən ağladım. Sən ağladın, mən ağladım. İlahi, heç evə cavan anadağı göstərmə. Balalar qalıb kənarda baxır, İmam Həsən baxır, xanım Zeynəb baxır, İmam Hüseyin baxır. Mövla Əmir el-Möminin yavaşca yaxınlaşdı Zəhra. Mən heç kəsə belə yalvarmamışam. Getmə qalda, əgər yolu var, məni tək qoyma. Əgər yolu var, Zəhra, Zəhra. Əgər yolu var, Zəhra, Zəhra. Vəfalı xanım Zəhra. Məndən bahəmdir. Zəhra, vəfalı xanım Zəhra, Zəhra. İnşallah bəqidə deyəsən. Vəfalı xanım Zəhra. Ucadan denə. Yaralı xanım, bir də de. Zəhra, Zəhra. Vəfalı xanım Zəhra, Zəhra. Ta ki gözüm süzüldü, alnı vatər üzüldü. Bildim ki getməlisən, əlim əldən üzüldü. Mədinə əhli bildi day, ürək qəmi sıxıldı day. Dedilər ey dərin evi, bundan sonra yıxıldı day. Aç gözlərin, əgər yolu var, Fatimə can. Aç gözlərin, əgər yolu var, gör Heydəri. Əgər yolu var, gör Heydəri. Əgər yolu var, Zəhra, Zəhra. Yaralı xanım Zəhra, Zəhra. De məndən. Yaralı xanım Zəhra, Zəhra. Yaralı xanım Zəhra. Zəhra, Əlidən olmusan aralı. Ayaq üstə sinər, başva dönərəm sənə. Zəhra, Əlidən olmusan aralı. Heç kəs mənə səndən olmaz vəfalı. Hər qəmdən artıq bu dərdə düçarəm. Getdin məzara yaralı, yaralı. Getdin məzara yaralı, yaralı. Ay Əlinin şəhidən cari, ay solan gül kimin övbəharı.
Ay Ali'nin sınan zülfüqari. Ay ya Zəhra, ya Zəhra, ya Zəhra de. Ay Ay ya Zəhra, ya Zəhra, ya Zəhra. Ay ya Zəhra. Ucadan de. Ay ya Zəhra, ya Zəhra, ya Zəhra. Sili yeri qaldı Nili üzündə. Tar oldu dünya o qəmli gözündə. Tək qaldı Heydər bu aləmdə sənsiz. Əhvalıma ağla Zəhra özündə. Əhvalıma ağla Zəhra. Kaş bu qəmlər canımı alaydı. Kaş əlini ayaqdan salaydı. Mən öləydim, Fatiməm qalaydı. Ay ya Zəhra, ya Zəhra, ya Zəhra. Ay səsvə qurban. Ay ya Zəhra, ya Zəhra, ya Zəhra. Ay ya Zəhra, ya Zəhra, ya Zəhra. Yerdə Hüseynin sənəsinə doğulur. Göydə mələklər sənə qara boğulur. Zeynəb qəmində ürək dağlayanda ağlar, qızınla yer ağlır, göy ağlır. Ağlar, qızınla yer ağlır, göy ağlır. Gəl, ürək ver bu mədhuşə Zəhra. Gəl, gəlib süynəmdə tuşə Zəhra. Dur, Hüseyni alağuşə Zəhra. Ay ya Zəhra, ya Zəhra, ya Zəhra. Ya Zəhra, ya Zəhra, ya Zəhra. Ya Zəhra. Bir də başva dolanı. Ya Zəhra, ya Zəhra, ya Zəhra. Aç gözlərin bir yavərəm, aç gözlərin bir yavərəm. Ya Fatimə, ya Fatimə, dindir danışdır Heydərəm. Ya Fatimə, ya Fatimə. De. Aynen ya Fatimə. Bir də de.
de ya Fatimə. Çağır bu gecə ya Fatimə, Fatimə. Daim məni möhnə sıxar, daim məni möhnə sıxar. Ahı dilim ərşə çıxar, yıxsa məni dərdün yıxar. Ya Fatimə, ya Fatimə. Maşallah. Ya Fatimə, ya Fatimə. Fatimə dərgahımə nar eyləşir, dərgahımə nar eyləşir. Zeynəb giriftar eyləşib, sinündə mismar eyləşib. Ya Fatimə, ya Fatimə. Ya Fatimə. Evdə gözəl ahuların, evdə gözəl ahuların, ağlar qalıb məhruların, söndü sənin pəhruların. Ya Fatimə, ya Fatimə. Ya Fatimə. Zahra getmə dayan, Zahra getmə dayan. Səbrim oldu talan, Heydər avara qaldı. Məndə yoxdur tavan, sənsiz öləm inan. Heydər avara qaldı. Ayrılıqdan sinəsi, ayrılıqdan evdə sənsiz gecələr ağlar əli, evdə sənsiz gecələr. Ayrılıqdan, ayrılıqdan evdə sənsiz, evdə sənsiz. Ey vay bilməmişəm, ey vay bilməmişəm, aşkın silməmişəm bu göyərmiş üzündən. Dərdün oldu ələn, ta ki öpdü Həsən, qana dönmüş gözündən. Gördüm ağlur, ürəyindən alış, gördüm ağlur, ürəyindən alışır xəlvətində. Ağır əldən danışır xəlvətində, ağır əldən danışır. Zəhra getmə dayan, Zəhra. Səbrim oldu talan, Heydər avara qaldı. Məndə yoxdur tavan, sənsiz öləm inan. Heydər avara qaldı. Ayrılıqdan sinəsi, ayrılıqdan evdə sənsiz. Laləli sənsiz həm nəfəsim, dünyadır qəfəsim, bir ölümdür necatim. Lalə eyləyirəm, ömrü eyləyirəm, bir səfadır həyatim.
Qəlbimi mən gərək icrində bölüm, qəlbimi mən gərək icrində bölüm. Dur dua et, sən ilə məndə ölüm. Dur dua et, sən ilə məndə ölüm. Zəhra getmə dayan. Səbrim oldu təlam. Heydər avara qaldı, məndə yoxdur təvan. Sənsiz öləm inan. Heydər avara qaldı, ayrılıqdan, ayrılıqdan. Evdə sənsiz, evdə sənsiz. Hərəmdən ayrı düşmüşəm, bu həsrət ilə yanmışam. Yenə o altı güşəli zərih üçün darıxmışam. Allah hamıza Kərbəla qismət eləsin. Hərəmdən ayrı düşmüşəm, bu həsrət ilə yanmışam. Yenə o altı güşəli zərih üçün darıxmışam. İcazə ver gəlim, doyunca ağlayım. İcazə ver gəlim, doyunca ağlayım. Gözəl məzarımı bir də qucaqlayım. Gözəl məzarımı bir də qucaqlayım. Bəxtəvər olmağa bu qara bəsimdir. Bəxtəvər, bilirəm, bilirsən. Bir avuz türbət-i Kərbəla bəsimdir. Bir avuz bəsimdir. Səslərəm can ağa, can ağa, can ağa. Bizə ver Kərbəla, Kərbəla, Kərbəla. De, səslərəm, səslərəm can ağa, can ağa. Bizə ver Kərbəla. Bu qara köynəyə Hüseyn, aç qolları ver. Bu qara köynəyə Hüseyn, bir ömrüdür bürünmüşəm. İməkliyən zamanıdan dalınca mən sürünmüşəm. Bu qara köynəyə Hüseyn, bir ömrüdür bürünmüşəm. İməkliyən zamanıdan dalınca mən sürünmüşəm. Sinəmi dağlaram, qarəvi bağlaram. Sinəvi dağlaram, qarəmi bağlaram. De məndən. Sinəvi dağlaram, qarəmi bağlaram. Ölüncə ya Hüseyn, sənə mən ağlaram. Bəxtəvər olmağa bu qara bəsimdir. Bəxtəvər. Bir Oğuz türbəti, Oğuz türbəti Kərbəla bəsimdir. Bir Oğuz türbəti Kərbəla bəsimdir. Səslərəm can ağa, can ağa.